Nasibi İbn Teymiyyə öz kitabında Minhacus Sünnətin Nəbəviyyədə gəlib deyir ki, Həzrəti Fatimə Zəhra ki, fədəki istədi xəlifədən, öz zamanəsinin xəlifəsindən. Dayan, İbn Teymiyyə burada sizin iddianızı təhlil edir. O deyir ki, siz rafizlər iddia edirsiniz ki, Fatimə fədək üçün xəlifədən küstü. Mənbə Minhacus Sünnə, cild 4, səhifə 243-245. İbn Teymiyyənin məqsədi Fatiməni ittiham etmək yox, sizin uydurduğunuz miras davasının nə qədər təhlükəli olduğunu göstərməkdir. İndi baxın, o bunu necə izah edir? Əslində, Həzrət Fatimə Zəhranın gördüyü bu iş münafiqlərin gördüyü işə bənzəyir. Necə ki, münafiqlər Həzrət Peyğəmbərin yanına gəlirdilər, öz zəmanəsinin xəlifəsinin yanına gəlib bir şey istəyirdilər sədəqə və verməyəndə qəzəblənirdilər. Baxın, burada Quran ayəsinin Tövbə 58-i oxuyur, amma İbn Teymiyyənin nəticəsini gizlədir. İbn Teymiyyə deyir, ey şiyələr, Allah buyurur ki, mal verilməyəndə qəzəblənənlər münafiqdir. Siz iddia edirsiniz ki, Fatimə mal verilmədi deyə qəzəbləndi. Deməli siz Fatiməni bu ayənin altına salırsınız. İbn Teymiyyə davamında deyir, Haza la yaliqu bi Fatimə. Bu Fatiməyə yaraşmaz. Yəni o Fatiməni sizin iftiranızdan qoruyur. Ona görə deyir ki, və ennə fiha şəbəhən bil münafiqin. Həzrət Fatimə Zəhrada münafiqlərə bənzəmə var idi. Yalan danışma. Kitabı aç. Cild 4, səhifə 245. İbn Teymiyyə demir ki, onda bənzəmə var idi. O deyir, əgər sizin dediyiniz doğru olsa, o zaman bənzəmə olar. Lakin Fatimə bu sifətdən təmizdir. Bu şərti cümlədir. Əgər o zaman, məsələn, həkim deyəndə ki, siqaret çəksən xərçəng olarsan, o sənə xərçəngsən demir. O səni xəbərdar edir. İbn Teymiyyə də deyir ki, Fatiməyə mal üçün küstü deməyin, yoxsa onu münafiqə bənzədərsiniz. Bütün vəhabilərə, insaflı vəhabilərə, əhl-i sünnəyə özümüzü tutub deyirik. Siz bu cür şəxsin ardınca gedirsiniz. Həzrəti Fatimə Zəhra kimi bir şəxsi münafiqlərə bənzədənin, cənnət xanımlarının xanımını münafiqlərə bənzədənin. Biz də elə bunu deyirik. Cənnət xanımı bir parça torpaq üçün atasının xəlifəsindən küsərmi? Əsla. Bunu iddia edən sizsiniz. Sizin kitablarınızda yazılıb ki, o fədək üçün qəzəbləndi, danışmadı. Biz əhl-i sünnə isə İbn Teymiyyə ilə birlikdə deyirik. Fatimə ondan razı, qəzd üçün küsməz. İndi deyin, kimdir onu sevən? Onu mal davası edən kimi göstərən siz, yoxsa onu təmizə çıxaran biz? Həzrəti Fatimə Zəhra Peyğəmbərin dürdanəsi idi, Peyğəmbərin ciyər parası idi. İnsaflı vəhabilər, əhl-i sünnə heç vaxt İbn Teymiyyəni sevməz. Necə ki, biz görürük, nə qədər əhl-i sünnə var, İbn Teymiyyənin yolundan uzaqlaşıblar. Biz İbn Teymiyyəni sevirik. Çünki o, sizin kitablarınızdakı bu ziddiyyətləri üzə çıxarıb. Sən bu videoda özün də bilmədən etiraf etdin ki, sizin fədə üçün küsmək rəvayətiniz Fatiməni münafiq, nifaq əhlinə bənzədir. Öz torunuza özünüz düşdünüz. Həqiqət budur.